Hörmətli izləyicilər, sizə Xırdalanda quru bir, hündür bir ərazidə 596 marşruta 10 metr məsafədə gördüyünüz kimi, belə çöldən də 2 daş kürsülüdür, üstü paket kırışadır. Çöldən belə 3 daş kürsülüdür, belə 3 otaqlı bir həyət evimizdə çıxıb satışa. Bura həyət yanı sahəsidir. Evin gördüyünüz kimi böyür tərəfi də belə açıqdır. Girişdə belə sanuzel hissəsidir. Hamam otağı bir yerdədir. Bura giriş hissəsidir. Giriş hissədə belə bir mətbəxdə yığılıb. Burada bir yataq otağıdır. Pəncərələrin qarşısını heç bir maneə tutmur. Lüstrdur, pərdələr də vurulub. Burada ikinci bir uşaq yataq otağıdır. Bunun da pəncərəsi öz həyətinə baxır. Burada da geniş kvadratda bir qonaq otağıdır. Bütün pəncərələr öz həyətinə baxır. Hörmətli izləyicilər, həyət evimizdə 3 otaqlı satışa çıxıb. Xırdalanda 596 marşruta 10 metr məsafədə küçə, asfalt küçədir. Bura belə həyət yanı sahəsidir, naveslə bağlanılıb. Sənəd kubçadır. Qiymət 62.000 manatla təyin olunub. Təbii ki, real müştərilərə sahibi tərəfindən endirim nəzərdə tutulub. 119 marşrutun da koneksinə 200-250 metr belə məsafədədir. Hündür quru bir yerdədir. Sənəd də kubça. Evin kubçası var. Qiymət 62.000 manat. Təbii ki, real müştərilərə sahibi tərəfindən endirim nəzərdə tutulub. Real müştərilər buyurun zəng vurun, diqqətcə görə. Çox sağ olun.